Dünya ədalətsizdir. Dahilər ac ölür, əsərləri sonradan dəyər qazanır. Yenə nə olub Alex? İşıq pulunu verməmsən? Səttar Bəhluzadə. O vaxt boya almağa pulu yox idi. İndi əsərləri sərvətdir. Biz bu haqq hesabı düzəldəcəyik. Onu bura gətirəcəyik. NFT çəkəcək. Haqqı olan lüks həyatı indi yaşayacaq. Proyekt X sayəsində. Bu nədir? Benten saatına oxşuyur. Bateriyası nə qədər gedər bunun? Bu qolundakı zaman saatıdır. Zaman və koordinatlar dəqiqləşdirilib. Səttar Bəhluzadəni tapırsan və bizim haqqımızda ona danışırsan. Özünlə birlikdə günümüzə gətirmək üçün qolundan tutmağın kifayətdir. Deməli taksi pulu yoxdur. Bəs gəlmək istəməsə? Ona de ki, gələcəkdə nəylər pulsuzdur. Hə? Sən kimsən oğul? Koordinat düzdür. Salam ustad. Mən gələcəkdən gəlmişəm. Gələcəkdən? Orada rənglər necədir? Ustad, gələcəkdə nəylər bitmir, amma sizin bu rəsminiz gələcəkdə bir Lamborghini qiymətinədir. Nə? Ustad, izin verin gedək mənimlə. Sizə elə boyalar verəcəm ki, fırçasız özü çəkir. Bu ekrandır ustad. Sizin bütün əsərləriniz indi buradadır. Çox qəribədir. Bəs fırça və boyalar? Hər şey tək bir qələmlə həll olur. İndi milyonlar sizi gözləyir ustad. Milyonlar?